Avto FM-də şəhər adamına başlayırıq. Çox maraqlı, fərqli, çoxdan da etmədiyimiz bir mövzuda danışacağıq. Həm də sözün açığı çoxdan da söhbət eləmədiyimiz bir həmkarımızla da bərabər söhbət eləyəcəyik. Azera Holdingin biznesin inkişafı departamentinin rəhbəri Elnur Kələntarov. Sabahınız xeyir olsun Elnur bəy. Sabahınız xeyir. Eyni zamanda şirkətin baş aqronomu, bütün əkinlər üzrə strateji məsləhətçi Rasim Məmmədov da buradadır. Sabahınız xeyir olsun, xoş gəldiniz. Sabahınız xeyir olsun. Xoş gördük dostlar. Təşəkkürlər ki, bu səhəri bizimlə bərabər açırsınız. Biz bir məsələ, bir meyvə haqqında söhbət eləyəcəyik. Hansı ki, demək olar ki, həftədə ən azı bir 3-4 dəfə evdən bu SMS gəlir ki, axşam gələndə bu meyvəni al. Mütləq bu məsələdir. Söhbət banandan gedir. Yəni banan demək olar ki, bizim indi hal-hazırda qida rasionumuzda yəni əvəz olunmaz bir meyvədir. Məşqə girsən dillə banan ye, futbol oynayırsan banan ye, xəstələrsən banan ye. Hər bir şey. Bu məsələdə banan sən demə həm də Azərbaycanda yetişdirilir. Bu haqda xəbərlər var idi. Var idi, bəli. Hətta mən yadıma gəlir ki, sosial şəbəkələrdə bizim dostumuz Elnur bəyin də fotosunu görmüşdüm. Banan ağacının yanında və bizi yetişdirib. Biz düşündük ki, niyə bu barədə söhbət edir? Niyə Azərbaycanda banan yetişdirmək qərarına gəldiniz? Yəni bizim ölkə, bizim bu təbiət buna şərait yaradır yoxsa yox? İndi bilmirəm bu sualı Rasim müəllimə İcazə versəz. Elnur bəy başlasın. Bəli. Əvvəla təşəkkürümüzü bildiririk. Bu sahəyə diqqət göstərdiyiniz üçün. Bizim üçün bu çox strateji bir məsələdir. Azərbaycanda bananların yetişdirilməsi ilə bağlı məşğul olan ilk şirkət və böyük bir həcmlərdə və gələcəkdə Azərbaycanın bu meyvələrdən xaricdən gələn asıllığını aradan qaldırmaq məqsədi ilə həyata keçirilən bir böyük layihədir. İllər sərf olunacaq. Sözümə başlamazdan əvvəl əgər icazə versəniz mənim bir salam göndərməliyəm. Bizim holdingdə bir ənənə var. Mütləq şəkildə maraqlı məsələ. Hə. Biznesin inkişafı departamenti holdingin müxtəlif departamentləri ilə əlaqəli şəkildə işləyir və ona görə də bizim hər bir departament rəhbəri canlı bu cür eksklüziv efirlərə gedəndə mütləq şəkildə ilk növbədə həmkarlara, bütün departament direktorlarına salam göndərir. Çünki bu mehribançılıq, komandanın bu bir yerdə bu cür əzmli şəkildə işləməyi bizim üçün böyük bir motivasiyadır. Mən də fürsətdən istifadə edib holding direktorumuz Akif müəllimə, olan müşavirlərinə, Zəfər müəllimlə Bəhram müəllimə, həm də digər departament direktorlarımıza, başda maliyyənin əsas maliyyə bilirsiniz, maliyyə kadrlardır. Çünki biznesin inkişafına ən çox onlar dəstək verirlər. Biri maliyyə ilə, biri kadrlarla, Kamran müəllim, biri təchizatla, Nərgiz xanım, biri təsərrüfatla və digərlərinə. Hər birinizə təşəkkürümü bildirirəm. Sizinlə bir komandada işləmək çox xoşdur. Azera Holding yeni nailiyyətlərə, uğurlara doğru. Xeyirli olsun. 2026 uğurlarınız bol olsun. Biz də bunu arzu edirik sizə. Təşəkkür edirəm. Və müxtəlif egzotik meyvələri belə deyək, hansılar ki, şərait yaradır bizim təbiət, gətirib əkəsiniz və niyə biz xarici bazardan alaq? Öz daxili istehsalımızla məşğul olaq və öz məhsulumuzda özümüz qidalanaq. Gəlin keçək banan məsələsinə. Necə oldu bu fikir ümumiyyətlə holdingdə yarandı ki, biz bananı əkib becərə bilərik burada? Azera Holdingin kənd təsərrüfatı sektoru 15 ildən artıqdır ki, bir fəaliyyəti var və əsasən də bu illər ərzində daha çox tərəvəzlə, biraz da konkret desək, pomidor istehsalı ilə bu bizim Binaagro və Agrolən şirkətlərində çox böyük bir həcmlərdədir və əsasən də xaricə satışı nəzərdə tutulur. Sadəcə olaraq biznes inkişaf etdikcə və Azərbaycanda tələb olunan istər meyvələr olsun, istər digər tərəvəz məhsulları olsun, bunlar araşdırıldıqda bunların Azərbaycanda yetişdirilməsi də çox dərindən araşdırılır və baxılır ki, gələcəkdə biz xaricdən gələn bu məhsulları asılılığı aradan qaldıra bilərik yoxsa yox. Bilirsiniz ki, dövlət siyasəti də budur ki, strateji məsələdəndir. Bəli, ölkənin ümumən xaricdən asılılığını minimuma endirmək. Bugün Azərbaycanda və tək Azərbaycanda yox, ümumilikdə dünyada ən çox satılan strateji məhsullardan biri banandır. Azərbaycana gələn bananın təxmini tonu il ərzində 150 min ton civarındadır. Bu orta hesabla gündə 130 min, 150 min 130-150 ton Azərbaycanda bananın satışı deməkdir. Bakıda təxminən ay ərzində 50 min ton banan satılır. Yəni deməyim ondadır ki, bu çox strateji məhsuldur. Sözsüz ki, bu həcmi
vermək çox böyük məsələdir və biz ilk dəfə olaraq 2024-ün sonlarında bu bananlarla bağlı olan məsələlərə başladıq. Rasim müəllimin komandası ilə birlikdə, bizim Türkiyədən gələn mütəxəssislərlə birlikdə biz bunu yoxladıq ki, Azərbaycanda bunu yetişdirmək olar, yoxsa bu mümkün deyil. Və ilk olaraq biz təxminən 10 hektar ərazidə 500 ton civarında bu bananları yetişdirdik və çox yüksək nəticələr aldıq. Çox yaxşı. Bunlar hansı sortlardır? Yəni bananların səhv eləmirəmsə sortu var da, yoxsa? Mən də Biraz mikrofona yaxın əyləşin. Mən də hamını salamlayıram. Mən də Elnur bəyin bir-iki sözlərini əlavə eləmək istəyirəm. Bilirsiniz ki, Azero Holding olan kənd təsərrüfatı ilə bağlı istixana kompleksləri, pomidor istehsalından gedir söhbət, Qafqazda ən böyüyüdür. Qafqazda ən böyük istixana kompleksidir və ən çox miqdarda da pomidor, yalnız pomidor getmir, ümumi kənd təsərrüfatı məhsullarıdır, pomidorun növləri var, kənd təsərrüfatı məhsullarından badımcandır, istiotdur, bibərdir, fərqli çeşidlərin istehsalı ilə məşğuluq və bundan əlavə də artıq açıq sahə, sonradan artıq istixana örtük altıda deyək, örtük altıda artıq meyvə və banan istehsalından gedir söhbət. Azərbaycanda banan istehsalını Azərbaycanın çox gözəl iqlim şəraiti var. Biz bilirik ki, Azərbaycanda iki böyük iqlim qurşağı var. Əsas mülayim isti və subtropik. Və bunun da 8-9 tipi var. Azərbaycanın iqlim qurşaqlarının yerləşməsinə görə Azərbaycanda banan istehsalı mümkündür. Sadəcə dediyimiz kimi örtük altı mümkündür. Bizə də bunu Azərbaycana gətirməkdə Elnur bəyin bildirdiyi kimi Türkiyədən olan mütəxəssis dostlarımızla birlikdə, çünki Türkiyənin özünün də bölgələri var ki, orada banan istehsalı var və həmin bölgələrdə həm örtük altı və açıq banan istehsal olunur və bizim zonalar üçün əsas iki çeşidlər var ki, həm dad olaraq, həm bananı hamı ağac bilir. İndi məlumatdırsa banan əslində ağac bitkisi sayılmır. Bir illik ot bitkisidir. Yalançı gövdə üzərində çiçək açır, meyvə verir. Və bir banan bitkisi 10 ilə qədər məhsul verə bilər. Bir dəfə məhsul verir, sonra kəsilir, yanından yeni filizi çıxır. Yəni 10 il ərzində məhsul vermə gücünə malikdir. Amma bir illik ot bitkisidir. El arasında ağac kimi qəbul olunur və ölçüsü 2.5-3.5 metr hündürlüyə malik olur. Bizim zonalar üçün ən uygunu Grand və Azman sortları var ki, daha çox Türkiyədə də dediyim kimi onların əsas banan istehsal olunan bölgələri ilə bizim bu dediyim kimi iqlim şəraitinə uyğunlaşdıra bilirik, ancaq örtük altı. Çünki banan istehsalında istixanada belə götürək, örtük altında temperatur 8-10 dərəcənin altına düşməməsi lazım və 30-35 dərəcə, yəni bir bananın istəkləri var. O istəkləri biz onun üçün Azərbaycan iqlimində təşkil edə bilirik. Hal-hazırda bizdə demək olar ki, 20 hektara yaxın banan istixanamız var. Artıq biri ikinci il, birinin də birinci ilidir. Biz bu banan dediyimiz kimi ağac deyək, bunların hər il yenidən əkməyə ehtiyac yoxdur. Bir dəfə əkilir və 5-7 il 10 ilə qədər mümkün. Bar verə bilir. Bar verə bilir. Bu hansı ərazilərdə də səsən? Azərbaycanda Azero Holdingin nəzdində Bina Agro, Bina qəsəbəsində və Buzovna qəsəbəsində Agroləndin daxilində iki istixanada örtük altı yetişdirilir. O maraqlı məsələdir. Sözün açığı bir dəfə çox uzun zaman Bina Agroda bir qonaqcı olmuşdum. Uzun zaman keçib. Yəni orada o prosesi görmüşdüm. Hər bir şeyin səliqəli, daha necə dəqiq işlədiyini, xeyli məsələlər var idi. Yəni arı məsələsinə oradan gələcəm. Yəni orada görmüşdüm arılarda. Söylü pomidorun istehsalından gedir. Orada istifadə olunurdu. Bəs yaxşı, bu banan məsələsində necədir? Yəni onun mayalanması falan varmı, yoxsa elə əkdin ağac kimi bar verir, bitir gedir məsələ? Banan bitkisi də dediyimiz kimi filiz olaraq əkilir, kiçik balaca filiz olaraq əkilir və biz də Türkiyədən gətirmişik və birinci dəfə əkin olunur. Əkin olunduqdan sonra 8-12 ay ərzində əkildiyi gündən, ilk dəfə əkildiyi gündən 8-ci aydan sonra məhsul verə bilir. Dediyimiz kimi əkildikdən sonra bir gövdə çıxardır və gövdənin üzərində çiçək açır. Arı ilə tozlamaya ehtiyacı yoxdur.
və özü belə götürək də Azərbaycanda olan iqlim şəraitinə uyğun əkilirsə, artıq 8-ci aydan sonra məhsul toplaya bilirik. 12 ay. İldə bir dəfə məhsul ala bilirik. Söhbət açıb maraqlı məsələdir. Mən bilmirdim ki, banan ağac deyil. Bilirdim ağacdır. O kol sayılır. Kol sayılır. olduğuna görə. Yəni o kol o boyda böyüyür. Mən sizə bir şey deyim. Ağacı təxmini görmüsünüz də. Bəli, internetdə əlbəttə falan. ki. Bəli. Bu ağacın gövdəsi ki var, Mhm. onun üstündə bar əmələ gəlir. O böyük bir salxımdır da belə. Bəli. O salxımın təxminən ağırlığı 35 kiloqram, 30-35, bəzən 40 bananların ölçülərinə uyğun olaraq. Yetişmədən sonra artıq dərilmə proseslərində həmin salxım, böyük salxım kəsilir. Kəsildikdən sonra o gövdənin heç bir effektivliyi qalmır. Gövdə də kəsilir. Amma banan yetişmə prosesində olduqca, banan yetişdikcə həmin gövdənin yanından yeni bir gövdə çıxır. Bu artıq gələn ilin barını verəcək barıdır. Yəni biz bunu kəsdikdən sonra və kəsməliyik də, artıq o yeni inkişaf eləyir və növbəti bar artıq o gövdə verir. O da barını verib bitdikdən sonra, kəsildikdən sonra Belə proses davam edir. Bəli, və proses bu cür 6, 7, bəzən 8 dəfəyə qədər təkrarlanır. Hamımız banan istehlak eləyirik də. Demək olar hər dəfə evə gedəndə uşaqların ən çox istədiyi meyvə adlandırırıq da bananı. Meyvə də yox. Həm təbii protein. Bəli. Uşaqlar ən çox istəyir. Bizim yerli istehsalımız da var deyə maraqlıdır. Biz onu yeyəndə nəyindən hiss eləyirik ki, bu yerli istehsaldır yoxsa uzaq ölkələrdən gətirilib? Bizim yerli bananın xaricdən ixrac olunan banana fərqi nədir? Dediyim kimi tam orqanikdir. Tam orqanikdir. Elnur bəyin dediyi kimi, məsələn, adi ağacın kəsilib yenisi alanda həmin ağacın dibinə tökülür. Yarpaqları belə dibinə tökülür və banan bitkisi orqanik maddələri sevən bir bitki olduğuna görə demək olar ki, tam orqanikdir. Biz ona heç bir gübrə, heç bir əlavə qatıqdan istifadə eləmirik. İstifadə olunan yalnız taban gübrəsidir. Hayvansal nəsə bitki dibinə verilə bilər. Yəni qətiyyən gübrədən istifadə olunmur. Tam orqanikdir. Orqanikdən əlavə xaricdən ixrac olunan, əsasən bilik hansı ölkələrdən ixrac olunur, açıq sahələrdə yetişdirilən bananlar və ixrac olunduğuna görə bananın raf ömrünü artırmaq üçün əlavə maddələr vurulur üstdən, uzun məsafə gəldiyinə görə daha erkən toplanır tam yetişməmişdən bir qabaq öncə və dad keyfiyyətinin aşağı olduğu. Azərbaycanda yetişdirilən banan tam əminliklə deyə bilərəm ki, həm çox dadlıdır, dad keyfiyyəti daha yüksəkdir. Həm də çox ətirlidir. Evə gətirəndə də çox ətirlidir və birbaşa artıq banandan, ağacdan toplandıqdan deyərik ki, bir həftə sonra maksimum satışa çıxarılır. Amma xaricdən gələn banan isə bu proses 40-45 günə qədər çəkə bilir. Ona görə də həm dad keyfiyyətinə görə bildiyimiz kimi mən bir həkim olaraq da bu tövsiyəmi eləyə bilərəm. İxtisasca həkiməm özümdə. Maraqlı məsələdir. Özüm anesteziyoloq, reanimatoloqam və uşaqlarda artıq 4 aydan banan dediyimiz kimi Azərbaycanda ən çox belə götürək istifadə olunan meyvə sayılır. Çünki həm uşaqlarda 4 aydan artıq 4 aylıq körpələrdən artıq bananın əzməsi verilə bilir. İdmançılar çox istifadə edir. Gündəlik rasionumuzda var. Ya həddən artıq vitaminlərlə zəngindir. Dad keyfiyyəti yüksəkdir və deyə bilərəm ki, bugünkü gündə Azero Holdingin yetişdirdiyi bananlar satışda olan ən yüksək keyfiyyətə malik banan sayıla bilər. Bir sual icazənizlə. Buyurun, mən demək istəyirdim ki, mən təklif edirəm bir gün biz həmin o bizim plantasiyaya gedək sizinlə. Bəzən sosial şəbəkələrdə mən paylaşım edədilər ki, bu istixanadır, bu nəyi təbiidir. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, istixana qeyri-təbii yetişdirmə deyil. İstixananın qurulmağında məqsəd bananın yetişməsi üçün lazım olan temperaturu təmin etməkdir. Yəni bananların yetişməsində temperatur 10 dərəcədən aşağı düşməli deyil. Və bizim yetişdirdiyimiz Frutlan şirkətinin belə deyək ərazilərində, Binagro Agrolanddə zaten yay aylarından başlayır yetişmə. Açıq havada gedir bunların hamısı. Proses gedir, çiçəklənmə olur, ilkin meyvələr əmələ gəlir. Havalar ki başlayır soyumağa, o
belə deyək, böhranı aradan qaldırmaq üçün, meyvələrin yetişməsini təmin etmək üçün biz sadəcə olaraq istixananın üstünü bağlayırıq. Bəzən influencerlar, blogerlər ora gəlir, bananın üstündə o qədər hörümçəkdir, ora görürlər. Və biz də ona göstəririk ki, dərman vurulan ağaclarda, kollarda heç vaxt hörümçək, həşəratlar olmur. Yəni bu tam təbiidir, çünki bananın gövdəsini, o böyük bir gövdəsi olur onun. Onu hətta barmaqla sıxdıqda oradan su çıxır. Yəni deyək ki, bizim bildiyimiz mişarla kəsdiyimiz uşaq vaxtı o ağacların gövdəsindən deyil, elə bərk sıxlığı yoxdur. İçi 80% su ilə dolu olan bir belə deyək, ağac deyək də indi ona. Bir ağacdır. Yəni ora bir dərman vurmaq, ora bir əlavə nələrsə etmək bananı məhv eləyəcəkdir. Yəni məhsul məhv olur. Məhsul çünki ona lazım olan ancaq sudur, bir də istilikdir. Ona görə də elə Ekvadorda çox harda gəldi bitirdi. Harda gəldi bitirdi. Ümumiyyətlə istixana məsələlərinə gələndə Elnur bəy, mən üzrsən məsələn deyim, bu alimlərin qlobal alimlərin proqnozlarına baxanda belə gedəndə artıq qlobal istiləşmə və s. və axır deyəsən də bütün meyvələr istixanaya keçəcək. Yəni çünki bu dəqiqə yəni adi çöl şəraitində meyvəni yetişdirmək balaca çətinləşib yeri gəlmişkən. Buyurun Rəsul bəy. Elnur müəllimin dediyinə bir əlavəni də eləmək istəyirəm ki, bəli, bizim örtük altı banan yetişdirməyimizin əsas məsələ ondan ibarət ki, dediyim kimi, banan bitkisinin nəmi ortamını daha çox sevir, nəmli olduğuna görə və külək quru, küləkdən qaçızdırmaq lazımdır bitkini. Bizim həm də onu örtük altı yetişdirməmizin səbəbi daha çox Bakı küləyindən, küləklərdən qorumaqdır. Temperatur həddi dediyimiz kimi 8-10 dərəcənin altına düşməməlidir və biz onu örtük altı yetişdirdiyimizə görə istixana şəraitində xaricdən Elnur müəllimin dediyi kimi zərərvericilər də olmur içəridə artıq. Çünki çöndən əlaqəsi yoxdur. Bu arada dinləyici də sual yazmadı, emindir, deyir, biz istifadə edirik, amma necə bilək ki, Azərbaycan məhsuludur? Çox yaxşı sualdır. Bananların satıldığı mərkəzlərdə, yəni bildiyimiz marketlərdə, onların hamısının üstündə yazılıb Azərbaycan istehsalı. Və bananın üzərində də Ya bu şərtdir də mütləq yazılmalı. Bəli, o mütləq şəkildə yazılmalıdır. Həm də qiymətindən fərqinə görə. Bizdə yeri gəlmiş ki, qiymət daha aşağıdır. Bəli. Həm də stikerlərin üzərində Fruitland var. Orada hətta QR kodlu stikerlərdir bizim bananların üzərində. QR kodu tutduqda telefon kamerası ilə həmin bizim Fruitland şirkətinin saytı da açılır və bananların yetişmə prosesi, necə yetişib, harada yetişib, onların hamısının videosu birbaşa həmin QR koda bağlıdır. Çox yaxşı bir işdir, sözün açığı. Mən bir söhbət eşitmişdim bananlarla bağlı. Bir sizdə təbii ki bilirsiniz. Ölçüsü balaca olan bananlar da var. Bir ara belə sosial şəbəkələrdə daha çox məlumat paylaşdılar ki, sən demə əsl banan budur. Mən də getdim ölçüsü balaca olan. Balaca. Mən də getdim baxdım bu adi həmişə aldığımız bananın qiyməti misal üçün deyirəm 3 manatdırsa bu bananın qiyməti 14 manatdır. Sözün açıq bir dəfə maaş alanda aldım. Nə yalan deyim? Aldım, gördüm içi eynidir. 13-cü maaşı alanda düzdür, xahiş edirəm. O da bu. 14. Gördüm belə dad eynidir. Təxminən dedim bu nə fərq var? Bir də ölçüsündə də fərq. Var belə bir məsələ ki, bananın ölçüsünə görə əsl banan olub olmamasını təyin edək. Yox, elə bir fikir yanlışdır. Yəni banan eyni banandır, fərqi yoxdur. Ölçüsünə görə dəyişə bilər. Bu bütün meyvələrdə mümkündür. Maraq niyə baha olub bəs o? Bu qarpızda da var, bu sözün çıxmasın pomidorda da var, irisi, çerisi, yəni forma olacaq, fərqli sortlar ola bilər, amma Elnur müəllimin bayaq dediyi kimi banan bitki satışda görünən başqa cürdür, amma istehsalda banan bir ağac üzərində çəkisi 25-35 kilodan 65 kiloya qədər olan bir gövdə üzərində olur və onun üzərində topa-topa şəkllər olur. Və ilk açan çiçəklər daha iri, uca gəldikcə nisbətən kiçikləşə bilir. Bunu da kiçik adı ilə də satmaq mümkündür, amma dad olaraq, keyfiyyət olaraq eyni bir məhsuldur, heç bir fərqi yoxdur. Dediyim kimi Azərbaycan məhsulunun dadı, şirinliyi və kalori dəyərliyi götürək daha yüksək məhsuldur, daha yüksəkdir. Yeri gəlmişkən mən dinləyicilərimizə müraciət olaraq onu da bildirim ki, bəzən siz bananları alanda marketlərdə də xarici bananları görürsünüz ki, hamısı eyni boydadır, eyni rəngdədir, hamısı elə bir ki birdir. Unutmayaq ki, bu xaricdən istehsal olunur, xaricdə istehsal olunur və bura göndərilir. Sözsüz ki, ixrac olunan mallarda daha yaxşılarını xaricə satırlar. Bəli.
Çünki o baha qiymətə gedirdi, yəni daha keyf. Onların hamısı seçilmiş bananlardır, biləsiniz. Bizim yerli bananlarda görürsən ki, gövdənin içində biraz nisbətən xırdası var, birazının boyu bir balaca böyükdür. Bu yalnız və yalnız təbiiliyin bir göstəricisidir. Çünki süni şəkildə, misal üçün deyək də, Holland qızıl gülləri var da, görürsünüzmü? Hamısı eynidir. Eynidir. Hamısı. Çünki Qox, ətri də yoxdur. ətri də yoxdur. Çünki onların hamısı süni şəkildə yetişdirilir və proqramlaşdırma, bu mütəxəssislər bilirlər də, bütün o proseslər elə olur ki, onların hamısı eyni boyda, eyni rəngdə və s. Bizdə yerlidə dərman vurulmadığından, kimyəvi qatqılar olmadığından, sadəcə su və istiliyi təmin etməklə o bananlar o cür yetişir. İstixananın indi qışda orta temperaturu təxminən 20 dərəcə, 17 dərəcə civarında dəyişir. Biz o istixananın temperaturunu qaldırsaq 30-a, 35-ə, o ekvador istisini orada yaratsaq, o bananlar biraz da fərqli olacaq, biraz da böyümüş olacaq. Amma elə olan halda sözsüz ki, birisizdə maya dəyəri qalxır. Maya dəyəri qalxsa Azərbaycan bazarında bu satılmayacaq. Satılmayacaq. Biz ona görə istəyirik ki, insanlar bunu düzgün anlasınlar. Bəzən yazırlar, Azərbaycansa bu 2 dəfə ucuz olmalıdır filan. Nəzərə alın ki, təxminən bir istixanamızın deyək də indi xərci ümumən ölçüsü bir 10 hektardır və 10 hektarda çalışan insanların əmək haqqısı, bunlar Azərbaycan vətəndaşlarıdır, gəlin unutmayaq. Onların əmək haqqısı biz heç də minimal əmək haqqı ilə deyil axı bu hamısı. Orada işləyən aqronomlar, orada işləyən mütəxəssislər, bu bananların sonra saralma prosesi, marketlərə çatdırılma, nəqliyyat xərcləri, yəni bunların hamısı maya dəyərinə gəlir oturur və orta hesabla da biz belə baxanda xaricdən alınıb Azərbaycana gələndən yenə də ucuzdur. Biz söhbətimizi mən düşünürəm ki, davam eləyib 2-3 dəqiqə vaxtımız var. Əgər hansısa məqamlara toxunmadıqsa, buyurun siz deyə bilərsiniz. Mən çox istəyərdim Azara Holdingin kənd təsərrüfatı sektoruna daxil olan şirkətlərimizdən Bina Agro, Agroland, Fruitland, Kranko, Agrolit şirkətləri barədə də, yəni onların həyata keçirdiyi kənd təsərrüfatı məhsulunun istehsalı ilə bağlı məlumatlar verim ki, istər Bakıda istixana şəraitində yetişdirilən erkən meyvələr, yəni dünyanın ən böyük Göycə istixana şəraitində Göycə plantasiyası məhz Fruitland şirkətinə məxsusdur, Azara Holdinga aiddir. Həmçinin bizim həmin istixana şəraitində bir sıra meyvələrimiz, şəftəlilər, nektarinlər, gilaslar, ən çox alçalar, buyururlar, çox belə deyək, diqqət ayırırıq. Təxminən mart ayının əvvəllərindən artıq bu bazara çıxır və ixrac olunmağa başlayır. Həm də yerli bazarda. Nə gözəl. Onda belə ki, martın əvvəlindən artıq o bahalı rəqəmlərlə gördüyümüz alçalar artıq olmayacaq. Çünki daxili istehsal çoxalır bu məsələdə. Bu yaxşı məsələdir. Həm də büdcəmizi qənaət eləyirik də. Sözsüz həm də o Türkiyədən və s. digər ölkələrdən gələn alçalardan daha fərqlidir. Çünki bilirsiniz ki, Göycə Naxçıvan meyvəsidir və onun burada həmin dadı almaq bizim üçün biraz çətin idi. Amma almışıq və hər şey qaydasındadır. Mən deyərəm ki, nömrə 1 alçalardan biridir. Və ələxüsusda daha ətraflı biraz da desək, biraz haşiyə də çıxsaq, Qarabağda azad olmuş torpaqlarımızda salınan intensiv meyvə bağlarımız. Təxminən 100 hektarın üzərində olan müxtəlif rayonlarda, Xocavənddə, Xocalıda, Zəngilanda salınmış meyvə bağlarımız, buğda əkini, pambıq sahələrimiz və bütün bunların hamısı Azərbaycanın kənd təsərrüfatı sektoruna bir biz tərəfdən olan, prezident tərəfindən həyata keçirilən, dövlət tərəfindən həyata keçirilən siyasətə bir töhfə verməkdir və yeri gəlmişkən Kranko şirkəti ilin şirkəti də seçilmişdi. Təbriklər. Hə. Məhz bu sahədə həyata keçirdiyi uğurlarına görə mən də fürsətdən istifadə edib sizə təşəkkür bildirirəm ki, bu sahəyə bu cür diqqət ayırırsınız və başda bizim baş aqronomumuz Rasim Məmmamovla bu sahədə, bu sektorda işləyən bütün əməkdaşlarımıza təşəkkürümüzü bildiririk. Onların əziyyəti çoxdur. Biz görmürük, amma siz təsəvvür gətirin ki, qışda bunların budama prosesi, yayda, bir də görürsüz soyuqlar düşür, tüstüləmələr, tüstülər gətirilir. Yəni əkin prosesi və s. Biz sadəcə yeyirik. Biz son məhsulu görürük marketlərdə. Biz sadəcə son prosesi görürük də məhsulu. Və o marketlərdə də çox rahat şəkildə yeri gəlmişkən bizim bananlar
Satılır. Satılır. Yeri gəlmişkən təsərrüfatı ilə bağlı Gizli reklam verdim. deməli kənd təsərrüfatı ilə bağlı mütəxəssislər ölkədə yəni faktiki olaraq çox nadir hallarda yəni bu barədə yəni mütəxəssislər yetişdirirmi sizin holding? Yəni bunun üzərində işləyirsiniz ki, gələcəkdə bir sizin kimi agronomların sayı çox olsun ki, ekspertlərin sayı azalsın. Xarici ölkədən Çox az nadir gətirir. tapıntıdır. Nadir mütəxəssislər aslında. Mən sizə bir məlumat vermək istəyirəm. Elmi müəllimin sözünə qoşularaq yenə deyirəm, Azero Holding Azərbaycan kənd təsərrüfatında öz sözünü demiş böyük bir şirkətlərdəndir. Və bugünkü gündə Azero Holdingin nəzdində çalışan yerli Azərbaycanlı mütəxəssislər və bizim içində olan Türkiyədən olan dost qardaş ölkədən olan mütəxəssislər çiyin-çiyinə çalışırıq. Bəli, bu sahədə yeni gənclər yetişdiririk, öz davamçılarımızı yetişdiririk və bilirsiniz ki, kənd təsərrüfatı çox çətin sahədir. Çünki başqa istehsallardan fərqli olaraq iqlim dəyişkənliyi, iqlimdə baş verən hava dəyişkənliklər təsərrüfatda çox böyük çətinliklər yarada bilir. Sadəcə bizim Azərbaycan xalqına çatdırmaq istəyirik ki, o mif var ki, istixanada yetişdirilən məhsul keyfiyyət olaraq orqanik olmur. Bu söhbətlər hamısı yanlış söhbətlərdir. Biz istixananı məhsulun yetişdirilməsi əsas məqsəd xarici iqlim şəraitindən qorumaqdır. Biz bilirik ki, aprel ayında, məsələn may ayında açıq sahədə yetişdirilən alçadır, gilasdır, nektarindir, şaftalıdır, yağış yağır, havalar may ayında şaxta ola bilir, çiçəklər zərər görür. Amma istixana şəraitində yetişdirdiyimiz artıq bizim məhsullar xarici yağışdan, bitkinin çiçək açan dövrünə düşən iqlim şəraitinin pozulmasından zərər az görür. Və bu da Azərbaycanda yetişən məhsuldarlığı qaldıracaq. Hava şəraitindən asılı olaraq bilirik ki, aprel-may ayında havalar pis keçdiyində çiçəklərdə problem olur, meyvə tutumunda problem olur və məhsul qıtlığı yaranır. Bu da məhsulun bahalaşmasına gətirib çıxarır. Amma istixana örtü altı yetişdirdiyimiz məhsullar daha az zərər görür, daha erkən çıxır və daha erkən də süfrələrə gəlir və Azero Holdingin belə götürək təşkil etdiyi bu əsas istixana şəraitində yetişdirdiyi məhsullarla məncə ilklərdəyik və daha ilklərdə də olacaq və Xeyirli daha olsun. yaxşı nəticələrə nail olacaq. Xeyirli və uğurlu olsun. Bu bir sürəyə bənzəyir. Elə bir ki, qışda qısa oldu gəzmirik. Yəni özümüz də geyinirik də. İstixana yəni faktiki olaraq, yəni meyvənin, nə bilim, tərəvəzin geyimidir də. Yəni ki, onu istidə saxlasınlar. Təşəkkürlər dostlar. Çox sağ Sağ olun. olun. Minnətdarım. Dəstəkliyiniz üçün. Çox maraqlı idi. Çox sağ olun. Söhbətimizin video yazısına Avto FM-in YouTube kanalında baxa bilərsiniz 1-2 saatdan sonra. Bu arada studiyamızın qonaqlarını bir daha təqdim eləyəcəm. Azera Holdingin biznesin inkişafı departamentinin rəhbəri Elnur Kələntərov və baş aqronom bütün əkinlər üzrə strateji məsləhətçi Rasim Məmmədovla söhbətləşdik. Sabah görüşərik.